Mühərrikin səsini görsün, necə sakit vəziyyətdə işləyir. Chevrolet Volt modelindən gedir. Ümumiyyətlə Voltdur, Aveo'dur, Cruze'dur. Hamısı eyni sistem, eyni mühərriklə gəlir demək olar. Ona görə də istəyirəm birbaşa bu barədə səs edir. Deməli, avtomobildə dizelçinin işləmə problemi var idi. Sizə nə olmasın söndürürəm? Söndürüm. Hə. Avtomobildə dizel kimi işləmə problemi var idi. Və dayımıza bir vanus diaqnozu qoyublar. Sizə mən vanus dəyişərəmi? Təbii ki, yox. Bax, deməli, problem də nədir? Bax, görürsünüz, vanus daçkinin solnoidi nə vəziyyətdə ilişir. Normalda, bax, bu vəziyyətdə olmalıdır. Qabağa verirsiniz, düşür, arxaya enir. Düşür, enir, düşür, enir. Və burada avtomobildə təbii ki, daçik qoşulan zaman elektronlu daçik başlayır vanusun funksiyasını aktiv etməyə. Və ta ki, bu vəziyyətdə ilişənə kimi, bu vəziyyətdə ilişir və vanusun qabağında biz solnoiddə deyirik, iynədə deyirik. İynəni basa bilmədiyi üçün vanus başlayır yağı oradan qusmağa, belə deyir. Bana görə də nə olur? Avtomobildə dizel problemi yaranır. Dizel kimi işləmə problemi, boğulma, sönmə və s. ilaxır. Sadəcələr əziz qardaşlar, istəyirəm bu barədə səskimiz nələri barətdir. Yəni, müştərilər yaxınlaşır, zəng vurur, əlaqə saxlayır, fərq etmir. Avtomobildə dizel kimi işləmə problemi olur. Əsasən də Cruze, Aveo, Volt və yaxud da ki, digər modellərdə. Aslamnoy bu cür problem olan zaman, sizə vanus diaqnozu qoyulan zaman, birinci bu daçiki bu vəziyyətdə sirkəliyin. Görün ki, bu iynə bu vəziyyətdə ilişibsə, bunu dəyişən problem aradan qalxsın. Və bunu da bu vəziyyətdə silkəliyirsiniz, səsi görürsünüz, səs də gəlir və bu vəziyyətdə sabit vəziyyətdə də işləyir. Və diaqnoz olaraq vanus daçiklərini dəyişdik, problem aradan qalxsın. Sağ olsun, bacı olur, sağ olsun. Allah var eləsin. Gözəl dayımızı və yeriniz çıxdı bu arada. Öpürəm, bağla.